Ay Amerikanı sevənlər, ay Amerikan demokratiyasına inananlar, Amerika sizi xilas eləyəcək. Amerika bütün xalqlara belə baxır. İrakı nə günə qoydu? Vyetnamı nə günə qoydu? Suriyanı, Liviyanı nə günə qoydu? Utanmadı Amerikan prezidenti, utanan üzü yoxdur. Açıq-aşkar ona jurnalist deyirsən, körpüləri dağıdırsan, elektrik stansiyasını deyir ki, İranlılar heyvandırlar. Üzr istəyirəm. Sonra bir dənə çox təhqiramiz söyüş də söydü. Baxa, Amerikanın bəzi televizorlarında Trump'ın o müsahibəsini verməmişdən qabaq dedilər ki, valideynlərə uşaqları televizorun qabağından çəkin 18+. Tanıyın, amma bunlar bunun üçün danışam ki, biləsiniz, hələ də Amerikan sevənlər var. Başladı İranlıları təhqir edib, mən sizi daş dövrünə qaytaracağam. Nəyə qaytaracağam? Daş dövrünə. Ən ağır silahlarla hamısı bombalayacağam. Atoma qədər təhdid elədi. İranlılar da ona yaxşı cavab verdilər. Xoşum gəldi bir cavabı burada demək istəyirəm. O ki deyirdi, İranlıları daş dövrünə qaytaracağıq. İranlılar dedilər ki, bizdə bir avtofa var, həqiqətən də tarixi muzeylərdə var. İranın avtofasının yaşı 2600 ildir. Amerikada indiki dövlətin yaşı nə qədərdir? 260 il. Sonra Seyid, mən yadıma düşdü ki, mən Lənkəranda da bizim Talış turnasında bəzi avtofalar rastlamışam, bizim nənələrin avtofaları, gəlin köçəndə özünü aparıblar. Onların da yaşı Amerikadan çoxdur. Talışların da avtofası xülasə biləsiniz, Amerikadan yaşı nədir? Çoxdur.